Böyük qayıdış davam edir. Bugün Qarabağa növbəti köç karvanı yola salınıb. 33 ildən sonra daha 24 ailə Xocalının Ballıca kəndinə, əzəli yurduna qovuşacaq. Hazırda Ağdamda olan əməkdaşımız Elnur Tofiq bizimlə birbaşa bağlantıda köçlə bağlı daha ətraflı məlumat verəcək. Elnur, buyurun, eşitək sizi. Bəli, böyük qayıdışla bağlı artıq mütəmadi xəbərlərimiz olur. Bugün yenə Xocalı rayonunun Ballıca kəndinə növbəti köçlə bağlı görüntüləri sizə təqdim edəcəyik. Və bu bağlantımızda yenə Ağdamdan işğaldan azad olunmuş ərazilərə giriş postundayıq. Və gördüyünüz kimi bu maşınlar Ballıcaya qayıdan insanların əşyalarını, yüklərini daşıyan yük maşınlarıdır ki, burada dayanıblar və birazdan artıq sakinlər azad olunmuş ərazilərə giriş edib. Tam 3-10 illikdən sonra öz doğma yurtlarına geri dönmüş olacaqlar və məlumat üçün bildirim ki, yataqxana və digər inzibati binalarda ağır şəraitdə yaşayan 24 ailə, 98 nəfər, 98 sakin əbədi olaraq öz doğma yurduna, yəni Ballıcaya geri dönəcək. Və Ballıcanın fonunda iki köç gerçəkləşdi. Ağdərənin Həsəniz kəndinə bununla bağlı da məlumatlarımız oldu. Bu isə Ballıcaya növbəti köç prosesidir ki, gerçəkləşir və ümumilikdə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həm bura geri dönmüş sakinlər, həm də burada müvafiq qurumların əməkdaşları ilə buranın tikintisində, qurulmasında iştirak edən ümumi insanların sayı artıq 40 mini ötüb. Əlbəttə, mütləq şəkildə reportajımız olacaq, geri dönən sakinlərdən müsahibələrimiz olacaq, onların təəssüratlarını öyrənəcəyik və buradan elə bu köçlə bərabər Ballıcaya da gedəcəyik. Ağdamdan çatdırmaq istədiklərim bunlar da söz sizdə. Təşəkkür edirik ətraflı məlumat üçün. Qeyd edək ki, Ağdamdan bizimlə birbaşa bağlantıda əməkdaşımız Elnur Tofiq